Onluq kəsirlərin yuvarlaşdırması. Biz onluq kəsirləri yuvarlaşdırarkən natural ədədləri yuvarlaşdırma qaydasından istifadə edəcəyik. Bunun üçün nə etmək lazımdır? Birincisi, yuvarlaşacaq mərtəbədəki rəqəm işarələnməlidir və bu rəqəmin sağındakı rəqəmə baxılmalıdır. Əgər sağdakı rəqəm 0, 1, 2, 3, 4 olarsa, həmin yuvarlaşacaq ədəd dəyişmir. 5, 6, 7, 8 və 9 olarsa, bir vahid həmin yuvarlaşacaq ədəd artır. Və işarələnmiş, yəni yuvarlaşacaq ədədin sağındakı bütün rəqəmlər isə sıfırla əvəz olunur. Kəsr hissənin sonundakı sıfırlar isə silinir. Gəlin indi bu dediyimiz qaydaları nümunə üzərində göstərək. Məsələn, bizə 1 tam 1328 kəsri verib. Bunu biz əvvəl yuvarlaşdıraq təkliyə qədər. Təkliyimiz 1-dir. 1-dən sonraki ədəd 3-dür. Və 3 o burada bu sırada olduğuna görə 3 1-ə təsir etməyəcək. 1 elə olduğu kimi qalacaq. Daha sonraki ədədlər sıfıra çevriləcək. Və bu 3 sıfırın mənası olmadığına görə ədədimiz olacaq 1. 1 tam yenə eyni ədədi yazaq. Bu səfər biz bunu OB yazaq. Yəni 10-da 1-ə qədər yuvarlaşdıraq. 10-da 1-imiz 3-dür. 3-dən sonraki ədədimiz 2-dir. 2 bu ədədlər sırasında olduğuna görə 3 dəyişməyəcək. Sonraki rəqəmlər sıfıra çevriləcək və bu sıfırların artıq mənası yoxdur. Yəni yuvarlaşmadan alınan nəticə olacaq 1,3. 1 tam 1428-i yenə yazırıq. Bu səfər YB, yəni 100-də 1-ə qədər yuvarlaşdıraq. 100-də 1 2-dir. 2-dən sonra gələn ədəd 8-dir. 8 bu ədədlər sırasında olduğuna görə bir vahid 3 artacaq və olacaq 4. Daha sonra isə, daha doğrusu 3 qalır yerində, 2 bir vahid artacaq, olacaq 3. Sonraki rəqəm isə sıfıra çevriləcək. Çünki burada yuvarlaşacaq ədədimiz 2 idi. 2-dən sonra 8 var, 2 bir vahid artacaq, olacaq 3. Və sonra bu sıfırı silirik. Ədədimiz olacaq 1 tam 100-də 33. Əgər bunu 1000-də 1-ə qədər yuvarlaşdırmağımızı istəsə, 1000-də 1 mərtəbəmiz 8-dir. 8-dən sonra heç bir ədəd olmadığına görə elə 1 tam 1000-də 328 olaraq ədəd qalır. Gəlin başqa bir nümunənin üzərində göstərək. Məsələn, 18 tam 1000-də 935. Bu ədədin onluğu var. Onluq olduğuna görə onluğumuz 1-dir. 1-dən sonra 8 gəlir və 8 1-i bir vahid artıracaq. Olacaq 2. Daha sonra olanlar hamısı sıfıra çevriləcək. Vergül atandan sonra bu 3 sıfırın mənası yoxdur. Yəni yuvarlaşmadan sonra alınan ədədimiz olur 20. Növbəti addımda təkliyə qədər gəlin yuvarlaşdıraq. Təkliyimiz 8-dir. 8-dən sonra 9 var. 9 8-i bir vahid artıracaq. 8 olacaq 9. Sonrakılar isə sıfıra çevriləcək. Və vergül atdıqdan sonra bu 3 sıfırın mənası olmadığına görə cavabımız 19. Daha sonra 10-da 1. 10-da 1-imiz 9-dur. 9-dan sonra 3 var. 3 9-a təsir etmədiyinə görə 18 tam 10-da 9. Sonraki rəqəmlər sıfırla əvəzlənir və bu sıfırların mənası yoxdur. Cavabımız olur 18 tam 10-da 9. 100-də 1-ə qədər yuvarlaşdıraq. 100-də 1-imiz 3-dür. 3-dən sonra 5 gəlib, 5 3-ü bir vahid artıracaq, olacaq 4. 3-dən sonraki rəqəm sıfıra əvəzlənəcək və bunun mənası yoxdur. Üzərini xətləyirik. Cavabımız olacaq 18 tam 194. Sonuncu isə 1000-də 1-lər mərtəbəsinə qədər yuvarlaşdıraq. 1000-də 1-imiz 5 olduğuna görə 5-dən sonra heç bir ədəd yoxdur. Yəni 1000-də 1-ə qədər yuvarlaşdırmadan alınan nəticə ilə ədədin özünə bərabər olur.